Ana-bacı hekayəsindən tanış oluruq. Ana-bacı hekayəsinin həm əsərin məzmunu, həm də təhlil hissəsini görəcəksiniz. Bu videoda ana-bacı hekayəsi belə başlayır ki, bir cavan oğlan obrazda, o deyir, mən məşaləmdən geri dönürdüm və geri dönən zaman qarşıma bir çarşaba bürünmüş qadın çıxdı. Bu qadın oğlanın dediyinə görə 60 yaşlarında olan arıq bir qadın idi və deyir ki, qadın mənə bir kağız uzatdı. Qadın kağızı uzadanda deyir ki, oğlum, al bu kağızı oxu, gör bu kağız kimə çatacaq. Bunu deyəndə deyir, o qadın bu sözləri o qədər yanıqlı bir səslə, o qədər yazıq bir tərzdə demişdi ki, mən onun onda olan o bütün ağrını, acını hiss elədim və deyir, dərhal gözlərimi onun gözlərinə dikdim və mənə uzanmış kağızı oxudum. Kağızda yazılmışdı ki, ata-baba, qulu-oğlu, altıbaş ailə sahibidir. Kağızda yalnız bu cümlə yazılmışdı. Deməli, kağızda yazılan nə idi? Deyir ki, ata-baba, qulu-oğlu, altı baş ailə sahibidir. Vəssalam. Yəni kağızda nə yazılmışdı, daha doğrusu üzr istəyirəm, kimə çatacaqdı, bu məktubu kimə verməli idi, bu yox idi. Kağızda ancaq bu yazılmışdı ki, ata-baba, qulu-oğlu, altıbaş ailə sahibidir və həmin oğlan kağızı qadına uzadaraq deyir ki, nənə, ata-baba kimdir deyə soruşdum. Qadın üzümə baxdı və deyir ki, ata-baba mənim oğlumdur. Amma bu dəfə onun bu səsində bir ümid var idi. Artıq elə bir ki, siması başqa bir şəkil almışdı və deyir ki, bəs deyir, bu kimə çatacaqsan onu mənə de. Amma oğlan da deyir ki, nənə, orada bu haqda heç bir şey yazılmayıb. Qadın yenə ümidsiz vəziyyət alır və deyir ki, mən bir həftədir. Baxın, qadın deyir ki, deməli, bir həftədir ki, bu kağızı yazdırıb başa çıxara bilmirəm deyir və deyir ki, bəs indi mən nə eləyəcəm? Qadın bunu deyir. Hətta burada yazıçı göstərir ki, onun bəs mən nə edim cümləsi deyir, görəsən bu cümləni neçə dəfə təkrar eləmişdi. Bunu düşünən, belə deyək də, lirik qəhrəman idi. Lirik qəhrəman deməyək, bu epik əsərdir. Yəni, bu müəllifin nitqində bir söz deyir. Neçə dəfə bu dumanlı, qaranlıq suala cavabsız qalmışdı. Yəni, bəs mən nə edim sualı. Bunu bu oğlan ürəyində fikirləşir. Yəni, o qadına onu demir. Sadəcə içində fikirləşir. Deyir ki, neçə dəfə bu kar və dilsiz mühitdən bu acı sualına cavab ala bilməmişdi bu qadın. Və oğlanla təklif edir ki, nənəcan, gəl gedək bizə, mən sənə deyir, istədiyin kağızı yazaram. Bunlar bir yerdə evə gəlirlər, otururlar. Qadın, yəni bu nənə, ana, bacı, onlar hələ onun adını bilmir də. Ailə üzvlərindən tanış olur, anası ilə dərdləşir. Bu qadın uşaqlıqdan bəri ona nə fəlakətlər üz veribsə, hamısını bir-bir oğlan anasına danışır və deyir ki, oğlum, mən deyim, sən yaz. Deyir ki, mənim oğlum, yəni bu ata-babadan söhbət gedir də, vağzalda qulluq eləyir. Deyir, orada bir məktəb var, həm də orada oxuyur. Yaz ki, deyir, mənim oğlumun heç kəsi yoxdur. Mən 2 qızımı, bir də nəvəmi saxlayıram. Deyir ki, 3 aydır oğlanı nəzərdə tutur, naxoşdur, üşüdüb qızdırır. Oğlan da soruşur ki, bəs sən bu ərzəni niyə ora versən? O da nənə də cavab verir ki, qulluq versinlər. Oğlan soruşur ki, bəs oğlum vağzalda nə iş görür? Amma ana-bacı bunu bilmir, deyir ki, mən bunu bilmirəm. Bəs soruşur ki, onda bu kağız kimə veriləcək? Qadın deyir ki, naçalnikə. Oğlan da soruşur ki, axı orada çox naçalnik var, bu hansı naçalnikə verilməlidir? Biz əsas onu bilməliyik. Qadın amma bunu bilmir. Ona görə oğlanla təklif edir ki, nənə sən get evə, oğlundan bunları öyrən. Birinci, bu ərizə kimə verilməlidir? İkinci, sənin oğlun orada nə işləyir? Orada nə iş istəyir? Yəni bu sualların hər birini deyirsən cavabla ki, mən o məktubu yaza bilim. Qoca qadın yenə susur, deyir ki, sözüm yoxdur, ancaq bilmirəm bu ərizənin başında nə var ki, deyir bu 10 gündür ki, yazılıb başa gəlmir. Əlindəki deyir o köhnə kağız parçasını da göstərir. Deyir ki, bax bunu bir həftəyə mənə yazıb verdilər. O da deyirsən ki, bu da bir işə yaramır. Yəni bunun əlində olan kağız bir həftədə ondaydı. Amma ümumilikdə proses 10 gün idi. Yəni 10 gün idi ki, bu ərizəni yazıb vağzala verə bilmirdi ki. Çünki bilmirdi hansı naçalnikə verilməlidir. Oğlu orada nə işləyir, onu gördü o kağız yazılmırdı. Yəni bu yanlış anlaşılmasın. Hal-hazırdakı əlindəki kağızı bir həftədə aparıb gətirdi, amma ümumilikdə proses 10 gün idi, davam eləyirdi. Bunlar sağollaşırlar. O birisi gün evə gələndə yenə bu nənəni evdə oturmuş görür. Nənə onu gözləyirdi. Yenə görüşürlər, danışırlar. Hətta ikinci görüşdə, baxın, birinci dəfə yox ha. Orada əsərin içində göstərilir ki, ikinci dəfə gələndə, yəni ikinci görüşdə nənənin adını öyrənir. Nənənin adını da biz artıq bilirik. Ana-bacı. Onun adını öyrənir və yenə nəhayət ortalığa bu ərizə məsələsi düşür.
Oğlan deyir ki, sən dediklərimi oğlundan öyrənə bildin? O da deyir ki, öyrəndim. Sən yaz ki, naçalnik oğluma bir kağız versin. Yenə soruşur ki, nə kağız? Yenə eyni söhbətlər belə deyə təkrar olunur da, yeni bir şey olmur. Burada oğlanın anası. Baxın, bunlar testdə düşən məqamlardır. Qeyd dəftərinizə mütləq qeyd edin. Oğlanın anası deyir ki, öz oğluna, oğlum qalx, ana bacı ilə bərabər get. Oğlu əhvalatı sənin özünə desin. Burada ana bacı da bundan razı qalır. Oğlan da ana bacıya qoşulur, belə deyək də. Gedirlər, xeyli gedəndən sonra bir dalanın başında ana bacının evinə çatırlar. Evi çox müəllif kiçik, qaranlıq bir otaq kimi təsvir eləyib. Otaq kasıb döşənmişdi. 4-5 şərpədən ibarət bir otaq idi və belə də, yəni bir kasıb otaq nətər olar o formada təsəvvür eləyir. Ana bacı oğluna deyir ki, ata baba, başın üçün deyir, sən dediyin kimi demişdim, amma bu oğlan deyir ki, elə kağız yazılmaz. Ona görə deyir, oğlanın özünü gətirmişəm. İndi sən də o yazsın. Oğlan utanır, utanc belə deyək də duyur və oğlan həmin bu kağız yazan oğlana yer göstərir. Deyir ki, buyur otur. Və ata baba deyir ki, 10 gündür gedir gəlir, bu kağızı yazdırıb başa çıxarda bilmir. Nəhayət qısa olaraq deyim ki, məlum olur ki, o xəstəliyinə dair ev idarəsindən bir vəsiqə alaraq ərizə ilə xidmət elədiyi idarəyə verib pul və ərzaq istəyirdi oğlan. Deməli, bu məktubu ev idarəsindən bir vəsiqə alaraq o ərizəni elə bir ki, öz xidmət elədiyi yerə verəcəkdi ki, ona pulla ərzaq köməkliyi eləsinlər. Yəni, ana bacının belə deyək də, anlada bilmədiyi məsələ bundan ibarət idi. Oğlan bunu deyir, vəsiqəni və ərizəni digər oğlan yazır verir. Razı qalırlar. Bu məktubu yazan oğlan evə dönür. Evə dönəndə də hətta xəstə oğluna belə deyək də, xərcləmək üçün ovucuna bir qədər pul qoyur. Əslində almaq istəmir, amma zorla, güclə ona verir. Ana bacı da ona xeyir dua verir ki, yaman gün görməyəsən, inşallah deyir, mən sən xəcalətindən çıxacam. Daha sonra bu ayda, bu hadisədən deməli 4 ay keçir. 4 aydan sonra bu oğlan yenidən məktubu yazan oğlan həmin qocanı görmək istəyir, onunla danışmaq istəyir. Məşğələdən evə gələndə günorta idi, artıq qapını açır və görür ki, ana bacı. Onu görəndə çox sevinir və söhbət edirlər. Ana bacı ona bir corab verir. Deyir ki, al, bunu sənin üçün toxumuşam. O corabı alır. Deyir ki, oğlan deyir ki, bəs siz məni unutmamısınız, çox sağ olun. O da deyir ki, özüm toxumuşam, bir şey deyil. Oğlan da deyir ki, bu sizin özünüz toxuduğunuz üçün qiymətlidir. Daha sonra həmin bu məktubu yazan oğlan yenidən anabacıya əl tutmaq məqsədi ilə, yəni onun anabacını belə deyək də pis məqsədlə, onu utandırmaq məqsədi yox idi. Ona sadəcə əl tutmaq məqsədi ilə pul vermək istəyir. Pul verəndə anabacı onun üzünə dik-dik baxır. Deyir ki, bu nədir? Mən bu corabı sənə satmaq üçün gətirməmişəm. Deyir, onun üçün bazar var. Lazım olsa mən gedib onu bazarda satardım. Bu mənim sənə hədiyyəmdir, deyir. Bunu deyəndə belə deyək də bir növ çox qürurlu şəkildə deyir. Qəhərlə hiddət onu boğur. Burada bu oğlan əslində özü öz hərəkətindən utanır və o qadının nə qədər məğrur olduğunu görür və bu məğrurluq bir növ oğlanı qorxudur. Hətta qadın əlavə eləyir ki, deyir, oğlum, mən sənə köynək toxumaq istəyirdim, amma kasıblığın üzü qara olsun, yunum ipim çatmadı. Deməli, qadın ona köynək toxumaq istəyib, amma yunu ipi çatmayıb deyə ona corab toxuyub. Deməli, köynək toxumamaq səbəb nə idi? Yunu və ipi çatmamışdı. Amma deyir ki, o yenə belə deyək də qürurlu bir görkəm alır, ondan o pulu qəbul eləmir. Burada da oğlan fikirləşir ki, bu köhnə nəslin son qəhrəmanıdır. O, yəni bu qədər qocadır, bu qədər həyat əziyyəti görüb, həm belə deyək də bu qədər çətin bir həyat var, amma hələ də məğrurluğu öz üzərindədir. O hələ də bu yaşında mənə meydan oxuya bilir. Belə deyək də, yəni o qadının qüruruna, məğrurluğuna bir daha heyran qalır və deyir ki, ey yüksək qadın, bunu qadına demir, öz içində deyir ki, söylə 60 illik səfil bir həyatın sənə yükləmiş olduğu ağır yüklər belini bükmüş, gözlərinin nurunu almış, dizlərini taqətsiz etmiş olduğu halda necə olmuş ki, qəlbinə, ruhuna toxunmamışdı. Sən deyir mənə bunu anlat. Təbii ki, bunu qadın özünə demirdi. Sadəcə ürəyində fikirləşirdi. Ümumiyyətlə bu əsər haqqında maraqlı bir məqam var ki, yəni əsərimiz bu qədərdir. Məqam nədən ibarətdir?
Bu hadisənin müəllifin oğlu, yəni Abdullah Şaiqin oğlu, ədəbiyyatşünas olan Kamal Talıbzadə deyir ki, bizim evə gəlib gedən, nənəm Mehri xanımla dostluq eləyən Nənə xanım adlı qoca bir arvad var idi. Bu qadın qara köhnə çarşaba bürünüb gəzirdi. Onunla deyir, atamın təsadüfən küçədə rastlaşmış, bir xahişini yerinə yetirmək üçün kimsəsiz qocanı evə gətirmiş və onu uçurum qarşısına duran bir ailəni fəlakətdən xilas eləmişdi. Və deyir ki, bu təsadüf atamın 1923-cü ildə qələmə aldığı ana-bacı hekayəsinin yazılmasına səbəb olmuş. Yəni bu əslində real bir hadisəyə əsaslanan hekayədir. Və deyir ki, qoca qadına edilmiş yaxşılıq müqabilində hədiyyə olaraq toxuduğu yun corabı təqdim eləyəndə atam zəhmət haqqını vermək istəyib, amma qadın onu qəzəblə qarşılayıb, eyni əsərdə gördüyünüz kimi. Və qarşılayıb qadının ruhundakı etiraz o qədər güclü, əzəmətli olub ki, yazıcı bu əsəri qələmə alıb, yəni yazıcı həyatda tanıdığı, müşahidə elədiyi Nənə xanım və onun kimi insanın fərdi cizgilərini diqqətlə öyrənib və bir ümumiləşdirmə aparıb belə bir əsər, yəni ana-bacı əsəri, ana-bacı obrazı meydana gəlib. Yəni əsər real hadisələrə əsaslanan bir əsərdir. İndi baxaq əsərimizin təhlil hissəsinə. Deməli, ana-bacı əsəri dedik ki, real hadisələr əsasında, real hadisələr zəminində yazılan əsərdir və əsər 1923-cü ildə yazılıb. Epik növdədir, hekayə janrındadır, təhkiyəyə əsaslanır, nəsrlə yazılıb və hadisələrin təsvirinə də təhkiyə üsulundan istifadə olunub. Əsərin baş qəhrəmanı yaşlı bir qadındır. Deyilənə görə əsərdə onun 60 yaşı var. Onun enişli, yoxuşlu, çətin, mürəkkəb bir həyat yolu olub və ana-bacı halal qazancı ilə dolanır, ləyaqətli, şərəfli bir ömür sürür. Ata-babadan qalma əxlaqi keyfiyyətlərini əks etdirir və deyir, istismar dünyasının səfalət və məhrumiyyətini bütün varlığı ilə yaşamış zavallı insandır ana-bacı. Ana-bacının 60 illik keçmişi hekayədə təsvirini tapmayıb, biz sadəcə müəyyən bir hissəsini görürük. Yəni onun bütün ömrü boyunu görmürük əsərdə. Təhkiyyatçının sözlərində ana-bacının keçmişdə ağır həyat keçirdiyi anlaşılır, lakin bu ağır həyatı təsdiq edən bədii faktlar hekayədə demək olar ki, yox dərəcəsindədir. Yəni biz sadəcə onu belə deyək də müəllifin nitqindən görürük, real faktlarına görə bilmirik. Ancaq qarının və onun oğlunun yaşadığı otağın kasıblığının təsviri onların illər boyu ağır həyat tərzindən xəbər verirdi. Deməli, ana-bacı savadsız olmasına, keçmiş qaranlıqları içərisində fəqir həyat sürməsinə baxmayaraq qeyrətli, namuslu, mərd, əlaçıq, səxavətli və məğrur bir obrazdır. Ana-bacı bu keyfiyyətləri yeni həyatda qazanmayıb, bu onun bütün ömür yolunu müəyyənləşdirən bir məziyyətdir. Ana-bacının həyatı sevinç içərisində keçməmişdi. Amma çəkdiyi ağrılara, əziyyətlərə, məhrumiyyətlərə baxmayaraq Azərbaycan qadınına xas olan sifətləri ömrü boyu, o məğrurluq, o ədəblilik, qürurluluq bu Azərbaycan qadınına xas olan sifətlərdir ki, ömrü boyu qoruyub saxlamışdı. Əsərdə ana-bacı məktubu hansı naçalnikə, məktubun daha doğrusu hansı naçalnikə yazılacağını bilmirdi. Deməli, bu naçalniki bilmirdi. Uzun müddət sonra məktubu yazdıra bildi. Nəhayət ki, o məktub axır ki, yazıldı, oğlan onu yazdı. Ana-bacı yaşlı olduğu üçün təcrübəlidir, fikri yanlışdı. Çünki görürük ki, o bir məktubu 10 gündə aparıb gətirir, yazdıra bilmir. Ana-bacı təhsilli deyildi, yazıb oxumaq bacarığı yox idi və əsər real həyat hadisəsi əsasında qələmə alınıb. Əsərdə hadisələr birinci şəxsin, yəni obrazın özünün